ikinci məsuliyyətdir. Əgər əvvəl bir jurnalist bir vətəndaşı təhqir edirdisə, o vətəndaş tərəfindən məhkəməyə verilirdi və müvafiq olaraq məhkəmədə o öz əməlinə görə cavab verməlidir. Amma deformasiya qanunundan sonra jurnalist başqasını təhqir edəcəksə, dərhal qanun həmin o jurnalistin işlədiyi redaksiya qarşısında məsuliyyət qoyacaqdır. Nədən məsuliyyət qoyacaqdır? İnzibati qaydada təhqir olunan, özünə məlum olan vətəndaş jurnalisti və onun redaksiyasını cərimə sanksiyalarına məhkəmə vasitəsilə məlum qoya biləcəkdir. Və əvvəl bir jurnalist həbs olunmaqla həyat canını qurtarırsa və yaxud da redaksiya ondan xilas olursa, indi redaksiya hər bir jurnalistinin deməli bu və ya digər yazısına görə, yazısının doğurduğu məsuliyyətə görə bir qurum olaraq məsuliyyət daşıyacaq. O bir tərəfdən, əgər biz jurnalistləri deformasiyaya məruz qoyursa, yəni jurnalistləri cinayət məsuliyyətinə azad edirsə, o zaman jurnalistlərin jurnalist olduğunu kim müəyyən edəcəkdir? Azərbaycan cəmiyyətində hər bir insan məsuliyyət daşıya bilər, jurnalist məsuliyyət daşıya bilər. Hər bir insan bu və digər yazı ilə çıxış edə bilər, blok asıb blok verilə bilər, başqa fəaliyyətlə məşğul ola bilər. Amma bunların əksəriyyətini böhtan və təhqirə görə cinayət məsuliyyətindən azad etmək mümkündür. Xeyr əvvəllər. Və ümumi statistikləri 2005-ci ildə toplam 350 məhkəmə işi olmuş. Bunlardan 154-ü konkret cinayət məcəlləsinin müddəaları çərçivəsində başlamışdır. Və bunlardan 68-i qismən təmin olmuşdur məhkəmələrdə. 350 məhkəmə işinin 268-ini dövlətdən bırakılmışdır. Yəni nəzmişdir. Və bu mənzələ ayrı şəkildə göstərildi Azərbaycanın deformasiyasına verilsin qəbulu tələbi. Çünki ifadə azadlığının məhdudlaşdırılmasında həbs təhlükəsi çox ciddi şəkildə ifadə azadlığı məhdudlaşdırılır. Bugün əslində Cənab Həsən Ağolov narazılığını anlayıram ki, insanlar şərəflərə məhdudun qorunması üçün bəzən daha sərt vasitələr istəyilir. Amma cəmiyyətdə pluralizmin təmin olunması, cəmiyyətdə inkişafın təmin olunması, korrupsiyanın önlənməsi, idarənin şəffaflığının təmin olunması, bunlar ifadə azadlığı olmadan reallaşa biləcək məqamlar deyil. Odur ki, ifadə azadlığının bu və digər formada həbs baskısı altına tutulması, takip olan jurnalistlərin, hətta doğru bildikləri, amma doğruları mübahisələrdə biləcəklər məqamlarda belə yazmağa çəkiliyor. Jurnalisti məsuliyyətsizliyi bakı verir. Məsuliyyətsiz adlandırmaq asan məsuliyyətsiz adlandırmaq. Amma əgər bu məsuliyyətsizliyi adlandırırsınızsa və bu məsuliyyətsizliyin arxasında deyək ki, bir subyektiv mülahizə durursa, bu məsuliyyətsizliyin həqiqəti axtarmaq xətrinə bu səhvlik edirsə, burada günah görməyin. Burada günah görməyin. Və buna görə onu həbsdən doğrudan da ağlasılmaz görür. Çünki yalnız səhv verilmiş bir şey, məsələn, mən səhv bir mülahizə irəli sürürüm. Amma bu səhv bir mülahizə doğrunun üzə çıxmasına kömək edirsə, diqqəti doğrunun ortaya çıxmasına yönəldirsə və səbəb olursa, rizat olursa, yəni buna görə onu cəzalandırmaq və əgər buna görə məndən olsa, məndən olsa, ictimai önəmli məsələləri qabaqlamaq üçün sərt səhvlərə yol verən jurnalistləri müqavilə verirlər. Təsəvvür absurd səslərdir. Yəni, əgər ictimai müzakirəni aktuallaşdıran, davamlı müzakirəyə yol açan jurnalist səhvlərlə müqavilə verirlər. Onlara ən yüksək jurnalist müqavilələri, ən yüksək müqavilələri verirlər. Maraqlı bir məsələdə başlamışsınız, burada nəzərə alaq ki, bəzi hallarda jurnalistlər dediyiniz olur, ictimai nüfuz sahibi olan şəxslərlə məhkəmə çəkişmələrlə çıxmağı qarşılarında məqsəd qururlar. Yəni, illa başqa bir məqsəd yoxdur, nə söz qapılır, nə fikir azaltılır, nə ictimai şəffaflığın təmin olmalıdır. Sadəcə, hər hansı bir ictimai nüfuz sahibi olan şəxslə məhkəməyə çıxıb özünü reklam görür. Və bu vasitələrlə özünü reklam edəkdən sonra isə beynəlxalq təşkilatların dəstəyini alır müxtəlif düzəlişlər. Yəni, bu da Azərbaycan bir gerçəkdir. Yəni, bu
buna bu qanun qəbul olundan sonra bütün məsələlər hansı şəkildə bizdən olacaq? Başqa bir məsələ, qanun elə olmalıdır ki, buradakı iştirakçıların hamısını maraqları qəbul olunsun. Yəni, həm cavab vereyim, həm iddiasını. Tutaq ki, o çox maraqlı bir oyundur. Burada cəbhə meydansasında simülyasiya edib yıxılan oyuncunu hakim bir oyundan çıxardı. Amma Azərbaycanda bəzi məqamlar var ki, qəsdən təhqir yazmaqla ictimai diqqəti öz üzərində çəkir və sonra özünü cəmiyyətə zərər çəkən obrazında təhqir edir. Və bundan xilas olmalı heç bir yolu yoxdur. Bəlkə də başqa yerlərdən analoji olmayan bir vəziyyət var Azərbaycanda. Mətbuat şurasının şərti olaraq adlandırılır ki, jurnalist var. Və adı jurnalist qoyanlar müəyyən məqbul olmayanlar təsis eləməklə bu sahədə öz korporativ maraqlarını təmin eləməklə məşğuldurlar. Yəni, əslində bunlar məqbul sözdən bəhrələnməyə çalışırlar və beləliklə də bu dərd insanları bunların arasında dövlət məmurları olur, sahibkarlar olur, ayrı-ayrı, hətta müəyyən sifarişli yazılar olur. Hədəfə çevrilməklə onlar haqqında təhdinamiz, şərh və örnək xarakterli yazılar verir. Bəzən qəzetin bir nöqtəsində bir neçə eyni insan haqqında, eyni obyekt haqqında yazılır. Qəzetin bir neçə nöqtəsi, bəzən aylarla davam edir mətbuat təqibi. Bu halda isə ona nə jurnalist olur, nə onun anlamaq olur və bu halda o jurnalisti, o qəzeti cəzasız qoymaq olmaz. Bu mümkün deyil. Bizim xalqımızın bir mentaliteti var. İnsanlar ictimai şəkildə təhqir olunmaqlarını, onların şərh və qövdəni xərc qalmaqlarını qəbul edə bilmirlər. Və biz insanlardan bu halda məhkəməyə müraciət etmək hüququnu ala bilmək ki, insanlar məhkəməyə müraciət edib bu məsələni dair eləməlidir. Amma biz son dövrlərdə baxanda görürük ki, son dövrlərdə jurnalistləri yazdıqları yazıya görə həbs etmirlər. Belə bir Azərbaycanda yoxdur. Və bu məqamda müəyyən bir Allah boşluq yaradır, bir cəzasızlıq şəraiti yaradır və bu cəzasızlıq şəraitində bayaq dediyim sənin o belki jurnalistlər, belki qəzetlər istifadə edə bilirlər. Bu məsələyə münasibət bildirmək istəyirəm. Deməli, belə mesajlar olduğu, belə tərcümat yaradıldı ki, burada problem jurnalistlərlə adi vətəndaşlar arasında olur. Yəni, adi vətəndaşlar adətən şərəf və ləzzətlərin alçaldılmasını iddia edərək və onlara bölgün atılmasını iddia edərək məhkəmələrə müraciət edirlər. Amma mən bir daha vurğulamaq istəyirəm ki, əslində bu belə deyil. Və Ələsgər bəy bir statistika gətirir və biz orada da şahidi olduq ki, əsas iddialar siyasilər və ictimai qurumlar tərəfindən qaldırılır və həbslərin böyük hissəsi məhz həmin şəxslər tərəfindən istənilir. Yəni, biz neçə ildir bu sahəyə məşğul bir təşkilat xatırlanmadı ki, hər hansı bir sadə bir vətəndaş, hansı jurnalistlərin sorulması üçün məhkəməyə müraciət etsin. O ki, qaldığı qəzetlərdəki gedən, yəni, normal tiraj, yəni, müqayisədə normal tiraj olan qəzetlərdə hər hansı bir adi vətəndaşın şəxsiyyətinin və ya şərəf əlləriyyətinin alçaldılması halların geniş yayılmadığına əminik. Yəni, bəxtlər müəllimin qeyd etdiyi reket jurnalistikası adlandırılan məşğul olan qəzetlərin burada əsas misal kimi çəkilir və gəlməyən qəzetlərin çaraqına qalır və gəlməyən qəzetlərin heç bir dənəsi də satılmır və barəsində yazılan şəxslər həmin o qəzeti satan şəxs gətirib qəzeti verir. Yəni, burada da bir mənalı şəkildə bildirmək olmaz ki, həmin qəzetlərdə də belə deyil, ictimai əhəmiyyət kəsb edənlər, ictimaiyyətdə nüfuzdan salınma kimi məsələlər ortaya çıxır. Bu, belə deyilmək, həmin fərdlər arasında olan bir məsləhətçisinə baxanlar. Doğrusu, mən difamasiya ilə bağlı müzakirələri artıq neçəndə edirəm ki, izləyirəm difamasiya haqqında qanunla bağlı müzakirələri. Mən elə gəlir ki, artıq özümüz üçün bir vaxt müəyyənləşdirmək vaxtı gəlib çatır ki, bu
qiyamata kimi bu mövzunu müzakirə edəcək. Çünki bu sonsuza qədər müzakirə olunacaq və həll olunmayan mövzuya çevrilir vardır. Bilmirəm, vaxta qənaət etmək olar bəlkə. Biz müəyyənləşdirək ki, biz müəyyən vaxta qədər bunu müzakirə edəcək. Bundan sonra artıq qəbul edəcək ki, hökumət bunu həll edəmir və s. Çünki o mövzular ki, burada danışılır, çox hörmətli bəxtiyarlarla qeyd edirdi ki, reket qəzetlər var və insanlardan pul tələbi ilə onlar şantaj edirlər və s. Amma bu medianın problemi deyil axı. Bu jurnalist etikası problemi deyil. Rüşvətlə azad söz arasında olduqca böyük məsələ var. Bu tamamilə başqa kateqoriyalarda olan problemlərdir. Siz hüquq mühafizə orqanları əlbəttə ki, rüşvət almağa çalışanlarla mübarizə aparmalıdır. Amma yazmaq sözlə mübarizə aparmaqdan yox söhbət. Deyilən fikirlə mübarizədən yox söhbət. Və difamasiya haqqında qanun məhz yazmaq söz və deyilən fikrə aiddir. Rüşvətlə isə qoy getsin rüşvətlə mübarizə aparmalı olan qurumlar arasında mübarizədir. Bu medianın yaratdığı problem deyil. Bu başqa bir problemdir. Və o rəfdə yazıq dedi ki, o qəzetlər ki, reket qəzetlərdə onlara işimaldır və onları ancaq bu adamlar oluyor ki, onlar özləri rüşvət ödürlər orada hansı materialların getməsi üçün və ya getməməsi üçün. Məsələ olaraq ki, bəzi bəyanatlar səslənir ki, Azərbaycanda tutaq ki, 20-30-100-ə qarşı jurnalistə qarşı tutaq ki, baskı olur. Amma mən siz əmin edirəm ki, bu adamların bu əksəriyyəti jurnalistlər deyildir. Tutaq ki, belə deyək, biz reject mətbuat anlayışı, bu reject dırnaqda yazılan bir şeydir. Əslində adamın eksiklikləri var. Mətbuat haqqında qanuni əsasən getməliyyə lazımda qeydlər, bunun bölümü var, ştatlı var, belə deyək ki, var, eksiklikləri var, asıl bir seçim var, eksiklikləri, jurnalist məskəzdir var. Amma onun davranışlarında və anlayışında jurnalistlərdə heç bir əlaməti yoxdur. Bu cür adamlara qarşı bir sanksiyalar olanda sabah Azərbaycanda söz azadlığına və yaxud da ki, jurnalistə qarşı baskı kimi bir anlayışlar yaranır. Amma bu hallar olmamalı. Yəni, biz götürəndə ki, mətbuatın ciddi çevrəsi ilə və həmin o dediyimiz sferada çalışan jurnalistlərin yerlərcə qədər fərqlər və tamamilə fərqli anlayışlar. Sabah difamasiya haqqında qanun qəbul olmadan o cür jurnalistlərə qarşı yüzlərlə sanksiyalar ortaqla çıxacaq. Çünki onlar jurnalist haqqında anlaşılır və beləcə də Azərbaycanın söz alanından baskı haqqında bir anlayış olmamışdır. Bu anlayışlardan qaçmasında belə deyək ki, difamasiya qanununun dəqiq dərk olunması və qanun işlək olunması üçün hesab edir ki, bu cür müzakirələrə ciddi zərurət var.